ən birinci tapdığım 1-ci Pyotrun sikkəsidir. Və onu tapan kimi elə həyəcan oldu. Yenə axtarmağa başladıq. 2 saatdan sonra yenə baxıram, səs gəlir. Səs gəldi, значит, düymə tapdım. O da o əsrində düyməsidir, xanımın düyməsidir. Çünki üstündə belə balaca ulduz kimi idi. Svetlana Kazımova 3 ildir ki, dağ və dəniz sahilində metal detektor vasitəsilə əşyalar taparaq kolleksiya toplayır. İxtisasca gömrükçü olan müsahibim özünü heç vaxt bu sahədə görmədiyini, daim tarixlə maraqlandığını bildirir. Elə axtarış zamanı da yaşı illərə dayanan qəpik pullar, tarixi əşyalar tapıb. Ən dəyərli Şığılanda, dəniz qırağında biz axtarış eləyirdik. Axtarış eləyəndə tapmışam elə bir ki, dəmir kimi də balaca bir şeydir. Mən fikirləşdim ki, o dəmirdir. Gəldim evə baxıram ki, o dəmirin üstünə elə bir ki, ərəb dilində nəsə yazılıb. Fotonu çəkdim, dayıma göndərdim. Dedim ki, bu nədir? Bəlkə siz bilərsiniz. Yazılır ki, bu Şirvanşahların sikkəsidir. Muzeyə də göstərdim. Bir ay bundan qabaq mən tapmışam. O da çox maraqlı idi. Onu da elə bildiyim adi brasletdir. Bu dövrdə çox səliqəli işləyirlər də. Amma bu səliqəli iş deyil. Axtarış eləyirdim şəkillə internetdən. Osman İmperiyasının köhnə paltarın üstündən balaca hissəsi, gümüş hissəsidir. Svetlana Kazımova axtarışın mövsümü və saatı olmadığını deyir. Bu iş sevgi və səbir tələb edir. Çəkiliş müddətində müsahibim xarici valyuta olan funt sterling tapdı. Kim bu hobi ilə məşğul olur, kim bunu başa düşür, nə dedim, bizdə ucuz yoxdur. Çürük qəpik də bizim üçün ucuz deyil, çünki bu əziyyətdir. Ən maraqlı, həm də mənim çox xanım kimi maraqlıdır, o çar vaxtların qaşığıdır. Onun əl işi ilə eləyiblər. Mən hələ ki onu bilmirəm, onun material nədirsə, ya da qızıldır, ya da adi alüminiumdur, bilmirəm. Onun bu axtarışları həm yerlilərimizlə bərabər xarici vətəndaşların da diqqətini çəkir. Hətta o, bu hobbiyə maraq göstərənlərin sayının günbəgün artdığını deyir. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.